Mətndə tünd qara hərflərlə verilmiş ifadələr əsasında cədvəl tamamlayan nümunələr yazın. Mətndə verilmiş sözlərimiz biri yorulmaq sözüdür. Həqiqi mənada işlənmişdir. Başa düşmək isə məcazi mənada işlənmişdir. Odur ki, biz birinci sözü məcazi qarşılığı ilə, digər sözü isə həqiqi qarşılığı ilə əvəz etməliyik. Yəni, birinci sözümüz həqiqidir, ikinci sözümüz məcazidir. Yorulmağın əvəzinə biz nə yaza bilərik? Əldən düşmək yaza bilərik. Əldən düşdüm, elə yorulmaq deməkdir. Sonra kələyini kəsmək, nəfəsi kəsilmək. Bu da elə yorulmaq deməkdir. Amanını qırmaq, taqətdən düşmək, haldan düşmək. Bunları yazmaq olar. Digər sözümüz başa düşməkdir. Onu isə həqiqi mənalı qarşılığı yaza bilərik. Anlamaq, sezmək, duymaq. Bu kimi həqiqi mənalı sözlərlə əvəz edə bilərik.